Almaz xanım, neqativ düşüncəli insanları özümüzdən necə uzaqlaşdıraq? Yəni sizə sadə bir misalla anladım bunu. Təsəvvür edin ki, bir tarlanız var və orada leş yeyənlər, qarğalar, qartallar tarlanın üzərində uçuşurlar. Güllərini götürürsünüz, onları vurmağa çalışırsınız. Yəni birini vurursunuz, ikisini vurursunuz, üçünü vurursunuz və siz vurursunuz, uçurlar, birazdan sonra yenə gəlirlər, düzdür? Niyə? Çünki həmin yerdə onları üzünə cəlb edən nəsə var. Bir cəsəd mi var? Hər hansı bir ölmüş heyvanın cəsədi mi var? Hər hansı bir ət parçası mı var? Sadəcə nə etmək lazımdır? Həmin o cəsədi və yaxud da ki, ət parçasını götürüb bastırmaq lazım, deyilmi? Və yaxud da təsəvvür edin ki, evinizdə hardansa bir tarakan peyda olub, böcəklər peyda olub. Bu böcəklər yəqin ki, elə belə gəlmirlər, deyilmi? Yəqin ki, bunları qidalandıracaq nələrsə var. Siz böcəkləri nə qədər dərman qoysanız da, nə qədər onları məhv etməyə çalışsanız da, bu böcəklər, ölənlər öləcək, yeniləri təzədən gələcək. Böcəkləri təmizləməyin bir yolu var. Evinizdə təmizlik işlərini bərpa eləmək. Onları cəzb edən hər hansı bir qidanı, şirəni yox eləmək. İnsan həyatı da belədir. Ümumiyyətlə çalışın ki, təbiətdə olanları öz həyatınıza yönləndirməyi bacarın, müqayisə etməyi bacarın. O zaman həyatı idarə etmək çox asandır. Əgər sizin həyatınıza daim neqativ insanlar gəlirsə və sizi neqativ insanlar əhatə edirsə, özünüzə sual verin. Niyə mənim ətrafımda ancaq neqativ insanlar var? Hansı düşüncə tərzim səhvdir ki, mənim ətrafıma bu neqativ insanlara yığılır? Nələrdən qidalandırıram onları? Mənim hansı düşüncəm o neqativ insanları özünə cəlb edir? Hansı düşüncələrimdən və yaxud hərəkətlərimdən qidalanırlar? Əgər siz bunu özünüzdə tapsanız və onu özünüzə tərbiyə eləsəniz, yox etsəniz, həmin insanlar sizdən uzaqlaşacaqlar. Əmin ola bilərsiniz.